أليس الله بكاف عبدا. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ve sellim ve barik ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Əmmə ba'd. Hafizan Nəvəvinin 40 hədis kitabından 6-cı hədisin şərhi ilə tanış olacaq inşallah. Əbu Abdullah Nu'man ibn Bəşir radiyallahu anhudan rəvayət olunur ki, Rasulullah sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Həqiqətən halallar da bəllidir, haramlar da bəllidir. Lakin bunların arasında insanların çoxunun bilmədiyi şübhəli şeylər var. Kim bu şübhəli işlərdən çəkinərsə, dinini və irzini qorumuş olar. Hər kim şübhələrdən çəkinməzsə, onlara baş vurarsa, mütləq harama düşər. Bu, öz heyvanlarını qoruğun ətrafında otaran çobana bənzəyir ki, az qalır ki, o qoruğa daxil olsun. Hər bir padşahın qoruğu var. Allahın da qoruğu onun haramlarıdır. Bilin, bədəndə bir ət parçası var ki, o ət parçası salamat olarsa, bütün əzalar salamat olar. Həmin ət parçası fəsada uğrayarsa, xarab olarsa, bütün əzalar fəsada uğrayar. Və bilin ki, o qəlbdir. Bu hədisi Buxari və Muslim rəvayət ediblər. Ravi Nu'man ibn Bəşir radiyallahu anhu çox rəvayət edən alim səhabələrdən biridir. Və hicrətdən sonra İslamda ilk doğulan ənsar uşağıdır. Rəvayətlərdə deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Nu'man təzə doğulanda onu qucağına alıb onun üçün dua eləmişdi. Peyğəmbər sallallahu aleyhi və səlləmin xeyir dua verdiyi bir uşaq xoşbəxt olmazmı? Allah subhanahu wa ta'ala ona bərəkət verməzmi? Və Nu'man ibn Bəşirin atası Bədir əhlindən olan fəzilətli bir səhabədir. Nu'man ibn Bəşir radiyallahu anhu Əməvi xilafəti vaxtında müxtəlif yerlərdə vali işləmiş, özünün yumşaq rəftarı və ədaləti ilə seçilmiş, məşhurlaşmışdır. Həmçinin Allah yolunda bir çox döyüşlərdə iştirak edən mücahiddir. Hicrətin 65-ci ilində fitnə savaşlarının birində şəhid edilibdir. Hədisə baxarkən Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin halallardan, haramlardan və bunların arasında olan şübhəli şeylərdən danışdığını görürük. Məlum olur ki, müsəlmanın əhkam baxımından qarşılaşacağı hallar əsasən bu üç haldır. Birincisi halallardır. Halallar hansı qismlərdir? Allah və Rasulunun halallığını bizə xəbər verdiyi qismlərdir. Haramlar da o cümlədən Allah və Rasulunun bizə haramlığını bəyan etdiyi şeylərdir. Və bir də hədisdə deyildiyi kimi müştəbihət, bunların arasında şübhəli şeylər var. Bunlar da əsasən insanların cahilliyi səbəbi ilə və alimlərin ixtilafı səbəbi ilə ortaya çıxan alimlərdir ki, əslində bu şəriətin kamilliyinə xələl gətirmir. Çünki hədis özü dəlalət eləyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, halallar da bəllidir, haramlar da bəllidir. Əslində bunlar bəllidir, lakin bunları bilməyənlər var. Bəli, Əbu Zər radiyallahu anhu buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm vəfat etməmişdən öncə bizə hər şeyin barəsində xəbər veribdir. Həmçinin Uca Allah Quran-ı Kərimdə buyurur, bugün sizin üçün dininizi kamil etdim. Yəni din kamil olub. Əsl olan budur. Hər bir şey dində bildirilib, sadəcə müəyyən məsələlər məşhurdur, onu çoxları bilir. Müəyyən məsələlər isə biyaq dediyimiz müxtəlif səbəblərdən onları inşallah zikr eləyəcəyik. İnsanların çoxları bilməyə bilir və bunlar artıq insanlar üçün şübhəli qisminə daxil olur. Bəsit misallardan səhabələr bir zaman namazda rükuya gedərkən qolları bağlı rükuya gedərdilər. Namazın içində danışardılar. Lakin sonradan din kamilləşdikcə bu əhkamlar nəsx olunmağa başladı. Hansı səhabələrə ki, bu nəsxin məlumatı çatmadı, onlar bunun üzərində davam edirdilər. Və onları kənardan izləyənlər üçün, onları təqlid edən avamlar üçün ixtilaflar ortaya çıxırdı və məsələ şübhəli kimi qalırdı. Lakin əslən şəriətdə məsələnin əsli əlbəttə mövcuddur. Və bu nöqteyi nəzərdən şəriətdə şübhələr iki cürdür. Bunun biri cahillərə xasdır. Bilməmək səbəbi ilə insana hansısa məsələ şübhəli qala bilir. Digəri isə alimlərə xasdır. Müxtəlif ixtilaf səbəbləri, həmçinin ictihad bu şübhələrin səbəbi ola bilir.
hər hansı bir alimin səhih hesab etdiyi hədisi digər alim səhih hesab etməyə bilər. Bunun səbəbi ilə ixtilaf ortaya çıxır. Lakin hər ikisinin səhih hesab elədiyi hədisin üzərindən fəhmlərin ixtilafı ola bilər. Bir alim bu nöqteyi nəzərdən bir cür fətva verir, digəri isə başqa cür. Bu səbəbdən yenə də ixtilaf ortaya çıxır. İxtilafın nəticəsi yenə avamlara şübhə kimi qalır. Və bunun kimi çoxlu səbəblər saymaq olar, ixtilaf səbəbləri ki, bu da alimlərin arasında iştibah, şübhə predmetidir, səbəbidir. Həmçinin qeyd etmək lazımdır ki, bu şübhələr, bu iştibah dəlildə də olur, dəlilin tətbiqində də olur. Bir qeyd etdiyimiz kimi, məsələn, hər hansı bir əmələ dair hədisin səhihliyində ixtilaf var. Bu zaman dəlilin özü alim üçün şübhəlidir. Lakin bəzən hədis səhihdir, lakin hədisin mətnindən çıxan anlayışlar üzərində alimlər ixtilaf eləyirlər və bunun üzərindən ixtilaf predmeti olur dəlilin tətbiqində. Həmçinin İbnül Qayyim rahimehullah Bədaiül Fəvaid kitabında xüsusi qeyd edir ki, bir başqa nöqteyi nəzərdən də şübhələr iki cür olur ki, hətta elm əhlinin çoxsu bunları biri-birindən ayırmaqda çətinlik çəkirlər, bunları qarışdırırlar. Buna diqqət etmək lazımdır. Şübhə var hər hansı bir əməlin vaqe olub-olmamağında. Məsələn, insan dəstəmaz aldığını yəqin bilir, lakin bundan sonra dəstəmazın pozulmağında şübhə eləyir və ya əksinə. Bu şübhə zamanı tətbiq olunacaq qayda şübhəni tərk edib yəqinliyə dönməkdir. Lakin İbnül Qayyim rahimehullah burada zikr elədiyi ikinci növ şübhə isə müəyyən bir məsələdə, hər hansı bir əməldə yaxud maddələrdə halallarla haramların biri-birinə qarışmasıdır. Məsələn, sənin yeyəcəyin süfrədə mövcud olan çoxlu halal ətlərin və təamların arasında qarışmış haramlar ola bilər. Bu zaman artıq sən yəqinlik və şək filan axtarmırsan. Bu zaman bu şübhədən geri durmağın üsulu, burada tətbiq olunacaq qayda artıq o əməli külliyən tərk etməyindir. Qeyd eləmək lazımdır ki, danışdıqlarımızdan da göründüyü kimi elm artdıqca şübhələr azalır. Bəli, elm məhz şübhəni dəf eləyən şeydir. Lakin elm azaldıqca şübhələr çoxalır. Şübhə çoxaldığı zaman səninlə haramın arasındakı sərhədlər böyüyür. Ona görə Allah Quran-ı Kərimdə buyurur: "Fəsəlu əhlə zikri in kuntum la ta'lemun." Bilmirsinizsə zikr əhlindən, yəni elm əhlindən soruşun. Şəxslər xəta eləyir, lakin ümmətdə haqq itmir. Ümmət məsumdur. Deməli, haqq əslən variddir. Lakin dediyimiz kimi, avamlıq və cahillik səbəbi ilə, yaxud alimlərin müxtəlif xətaları və mümkün ixtilafları səbəbi ilə şübhələr çoxala bilir ki, bu zaman dini yaşamaq çətinləşir. Onun üçün öyrənmək lazımdır. Zikr etdiyimiz qaydalardan yəqin şəklə getməz. Bu işin tətbiqində kütlə müsəlmanlara, çoxluq müsəlmanlara ən çox ehtiyac olunan və lazım olan qayda məhz budur. Mubah bir şey, yəni halal bir şey şəklə qadağan olunmaz. Əslən haram olan bir şey kiminsə şəkki ilə, şübhəsi ilə halal olmaz. Bir şeyin əsli variddirsə, yaxud halaldırsa, onun üzərinə şək, zənn, şübhə gəlibsə, insan onun o şübhənin üzərinə and içməyə qorxursa, deməli tərəddüd edir. Tərəddüd edirsə əslə qayıtmalıdır. Qorxmayaraq əslə qayıtmalıdır. Bu işin tətbiq olunacaq qaydası budur. Şübhələr baxımından insanlar iki cürdür. Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə onu bizə bəyan elədi. Bir qism şübhədən qorunub salamat qalanlar, digər isə özlərini şübhədən qorumayaraq harama düşənlər. Həmçinin hədisdə bu ləfsi biz görürük, deyilir ki, çoxlarının bilmədiyi şübhəli məsələlər var. Bu ləfs çoxlarının bilmədiyi dəlalət eləyir ki, deməli az da olsa əslən bunu bilənlər var. Az da olsa bilənlər var. Lakin insan bu vəziyyətdən necə çıxmalıdır? Soruşmalıdır, axtarmalıdır, cəhd etməlidir. Bundan sonra bilməyə müvəffəq olmazsa, buna görə artıq onun üzərinə bir qəbahət yoxdur. Və hədisdə deyilir ki, kim özünü şübhələrdən qoruyarsa, dinini və irzini qorumuş olar. Dinini, yəni Allahla öz arasında bir bəraət əldə etmiş olar. İrzini qorumuş olar, yəni şərəfini, ləyaqətini, şəxsiyyətini. İnsan müamilələrdə şübhəli məsələlərdən çəkindiyi zaman, özünü ehtiyatsız şəkildə meydana, şübhəli meydanlara atmadığı zaman artıq şərəfini və irzini belə qorumuş olar ki, özünü insanların dillərinə salmaz.
Və subhanallah, Sufyan Əs-Savrinin rahimehullah burada çox gözəl sözü var. Dindarlıq, günahdan ehtiyat eləyərək özünü qorumaq. Sufyan rahimehullah deyir ki, mən deyir bunu elə də çətin görmədim deyir. Bu dindarlığı elə də çətin görmədim. Sənə bir şey şübhəli gəlirsə, onu tərk et. Əks halda özünü meydana atıb, ittiham olunanda özündən küs. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən rəvayət olunur ki, bir gün zövcəsi Safiyyə ilə küçədən keçərkən, küçədə onu müşahidə edən sahabələrə deyir ki, bu filankəsin qızı Safiyyədir ha. Sahabələr deyirlər, subhanallah, ya Rasulallah, bəyən bizim sənə şübhəmiz mi olacaq? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, xeyr. Lakin şeytan insanın qanına girir, insanın damarları ilə axır. Ona görə Allahın rəhmətini istəyən kəs, Allahdan və axirətdən qorxan kəs öz üzərindən şübhələri qaldırmalıdır. Öz üzərindən qeybəti, söz-söhbəti qaldırmalıdır, öz irzini qorumalıdır. Bəzi mənbələrdə rəvayət olunur ki, Peyğəmbərimizin sahabələri buyururlar ki, biz bir harama düşmək qorxusu ilə bəzən 70 halalı, 70 mübahı tərk eləyirdik. Bax, budur dindarlıq, budur şübhələrdən çəkinmək. Və görürük bu hədisdə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, kim şübhələrdən çəkinməzsə, harama düşər. Bax, bunun iki mənası var. Hər ikisi də doğrudur, hər ikisi də səhih və keçərlidir. Birincisi o deməkdir ki, bir insan şübhəli olan bir işə rahatlıqla girişirsə, o buna alışacaq və harama da rahat girəcək. Çünki artıq qəlbində dindarlıq zəifləyibdir. İkinci məna isə budur ki, şübhəlilərin içində bəzən haramların da olması mümkün olduğu üçün şücaətlə, cəsarətlə şübhələrə baş vuran insan özü də bilməyərək adi qaydada bir gün harama mütləq girəcək. Bu iki mənanın hər ikisi bu hədisdə murad olunandır və keçərlidir. Və biz görürük ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədisin sonunda bizə qəlbdən xəbər verir. Həqiqətən qəlb cəsədin şahıdır. Qəlb cəsədin şahıdır. İsnadı zəif olsa da alimlər bəzən çox faydalı bir hədisi nəql eləyirlər. Hədisdə deyilir ki, insanın qəlbi salamat olmadıqca imanı salamat olmaz. Çünki bir qəlbin doğruluğu mütləq olaraq bütün əzaların doğruluğudur. Və hədisin sonunda Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin çobandan misal verməyində çox gözəl bir incəlik var. Çox gözəl incəlik. Bu hədisdəki timsalda çoban sanki qəlbdir, qoyunlar isə digər əzalardır. Çoban qoyunları idarə edir, qəlb də əzaları idarə edir. Subhanallah. Yəni, düzgün idarə olunmayan, qoruğa yaxınlaşan qoyunlar, qoruğa girmə ehtimalı olduğu kimi, haramlara yaxınlaşan, yəni şübhələrə baş vuran əzaların da haramlara girməsi hədisdə deyildiyi kimi labüddür. Və bu gözəl misal da Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin lətafətinə, ümmətinə olan qayğısına və nəzakətinə dəlalət edir. Uca Allah bizi eşidib faydalananlardan eləsin. Və sallallahu və səlləmə alə nəbiyyinə Muhammed və subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə və estəğfiruka və atubu iləyik. أليس الله بكاف عبدا